Salam uşaqlar. Bugün biz kəsirlərin ixtisarı, ifadələrin sadələşdirilməsini keçəcəyik, amma kökaltı ifadələr üçün. Əvvəlcə gəlin bəzi şeyləri yadımıza salaq. Məsəl üçün uşaqlar, vuruqlara ayırma olanda, məsəl üçün, tutaq ki, belə bir ifadədə bunu deyir ki, vuruqlara ayır. Və mən buradan bir görürəm ki, A-dan 2 dənədir. Burada 2 dənə A var, burada amma 1 dənə A var. Üstə belə yaza bilərəm də. Belə. Hə, buradan gördüm ki, burada ortaq A var. O ortaq A-nı çıxardıram çöldə, B qalır və bir dənə də ortaq olmayan A qalır. Çünki burada bir dənə artıq A var ki, o birisi ilə ortaq deyil. Düzdürmü? Belə eləyirik. İndi bir də var. Kökaltı ifadə üçün vuruqlara ayırma. İndi tutaq ki, burada A-nın kvadratı deyil, kök altında A-dır. Və yaxud da A-nın üstü 2-də 1. Eyni şeydir uşaqlar. Kök altında A ilə A-nın üstü 2-də 1 deməkdir. Bunu biz bilirik. Uşaqlar, bu nə deməkdir bəs? Gəlin baxaq görək bu nə deməkdir. Uşaqlar, biz bilirik ki, kök altında A vurulsun kök altında A elə A-nın özünə bərabərdir. Düzdürmü? Çünki bu kök altında A-nın kvadratı edir. A-nın kvadratı da elə A-ya bərabərdir. Onda mən burada A-nın yerinə gətirib bu ifadəni yaza bilirəm də. Yəni A-nın yerini yazıram ki, kök altında A vur kök altında A vurulsun B. Yəni baxın bu A deməkdir. Bu A-nın yerinə bunu yazdım. Vurulsun B plus kök altında A. Baxın uşaqlar, indi mən görürəm ki, nələr ortaqdır. Burada bir dənə kök altında A-nın, buradakı bir dənə kök altında A həqiqətən də oxşardır. Gördünmü? Demək, mən buradakı kök altında A-nı çıxarda bilərəm çölə. Çıxartdım mı çölə? Kök altında A-nı çıxartdım çölə. Yerdə nə qaldı? Kök altında A vurulsun B. Baxın. Bu A-nı çölə çıxartdığıma görə yerdə bununla bu qaldı. Bu vurulsun bu. Plus bunun yerində kök altında A idi. Kök altında A-nı çölə çıxartdığıma görə 1 qaldı. Deməli belə. Baxdıq, ayırmağı bildik. İndi gəlin baxaq dimin misallarına. Görək dimin misallarında vəziyyət nə yerdədir? Uşaqlar, dimin misallarında biri mən yazacağım, o birisini siz yazarsınız, başa düşmədiniz. Baxın, birinci sualı yazmışıq, ona görə istəyirəm. Elə birinci sualdan gəlib başlayaq. Birinci sual P-nin kvadratı çıxılsın Q, bölünsün P, Q-nin üstü 2-də 1 plus Q bərabərdir. Uşaqlar, sürəti əvvəlcə olduğu kimi saxlayıram. Sürətlə işim yoxdur. Və yaxud da gəlin sürətə də ayıraq. Sürətdə A kvadrat çıx, B kvadratı üstünə görə gətirmək olar. Düzdür, B-nin kvadratı yoxdur burada, amma onu B-nin necəsə kvadrat eləmək olar. Uşaqlar, P-nin üstündə kvadrat yazsam, olur P-nin kvadratı. Bu düz olur. Q-nin üstündə kvadrat yazsam, Q-nin kvadratı olur, amma burada Q kvadratı deyil. Təkcə Q-dür deyə mən burada belə yazsam, kök altında Q-nin kvadratı bilirəm ki, kök altında Q-nin kvadratı elə Q-nin özünə bərabərdir. Baxın, bunu sürəti belə sadələşdirin. İndi keçirəm məxrəcə. Məxrəcdə baxın, bu kök altında Q deməkdir. Q-nin üstü 2-də 1. Düzdürmü? Q özü nədir? Kök altında Q vurulsun, kök altında Q və yaxud da kök altında Q-nin kvadratı da deyə bilərəm. Q-yə kök altında Q-nin kvadratı da deyə bilərəm. Eyni şeydir. Uşaqlar, baxın, indi görün burada nə çıxacaq? Əlbəttə ki, kök altında Q çıxacaq. Çölə, çünki bir dənə kök altında Q burada var. 2 dənə kök altında Q burada var. P üstə bir dənə kök altında Q. Niyə görə? Çünki bir dənə kök altında Q qalır ki, onlarla ortaq deyil. Baxın, neynə düşür? Bir də yazaq. Baxın, bu Q-nin üstə 2-də 1 kök altında Q deməkdir. Bunu bilirik. Q-yə də kök altında Q-nin kvadratı dedim. İndi buradakı ortaqları çıxartdım. Kök altında Q bir dənə buradadır, bir dənəsi də buradadır. O ortağı çıxartdım çölə. O ortağı çıxartdım çölə. O ortağı çölə çıxartdıqdan sonra içəridə nə qaldı? P üstə kök altında Q.
İndi bura qədərin gəldik. Bura qədərin gələndən sonra qalır bizə sadələşdirmə. Uşaqlar, yuxarı a kvadrat çıx b kvadrat kimi ayırmışam. A kvadrat çıx b kvadrat kimi ayırmışamsa qalır mənə a çıx b vurulsun a plus b yazmaq. İndi p kvadratıdırsa mən bura p yazacağam. Kök altında q'nun kvadratıdırsa mən bura kök altında q yazacağım. P çıxılsın kök altında q, vurulsun p üstü kök altında q. Yazdığımı belə. Məxrəcini yazacaq. Kök altında q, kök altında q. Vurulsun p üstə kök altında q. Bunlar ixtisar gedir. Görürük ki, eyni olduqlarına görə ixtisar gedir. Burada da nə qalır? P bir dəqiqə düzgün yazaq. P çıx kök altında q bölünsün kök altında q. Bəli, cavab budur. Amma baxıram ki, bu cavablara yoxdur. Demək, bunu ayrı-ayrı məxrəcə gətirirəm. Görüm, bəlkə elə ayrı məxrəcə gətirib yazıblar cavabları. Sırası deməyin ki, cavabda yoxdursa səhv. Baxın, bunları ayrı-ayrı məxrəcləri gətirirəm. Bir məxrəcin altına da mən ayrı məxrəcləri gətirirəm. Necə yazıram? P böl kök altında q, çıxılsın kök altında q, bölünsün kök altında q. Bəli, belə yazın. Bunu belə yazma ixtiyarımız var uşaqlar. Polun. Yəni, belə yaza bilərik. Ayrı məxrəcin altına toplamanı, çıxmanı gətirmək olar. Amma düzgün yazmaq şərtini. Baxın, uşaqlar, bunlar mənə 1-i verir. Bunu bilirəm ki, bunlar mənə 1-i verir. Bunlar ixtisar aparanda 1 edir. Nə qaldı yerə? P bölünsün kök altında q, çıx 1. Cavab C-dəndir. Ümid edirəm, başa düşdünüz. Bu belə. İndi gəlin baxaq növbəti suallara. İkinci də eynən bunun kimidir. Eynən bunun kimi misaldır. Sadəcə olaraq orada da eynən belə sadələşdirmə lazımdır. İkinci də sadələşdirmə aparmağa çalışaq. Baxın uşaqlar, ikinci misalda nədir? A çıxılsın. Görürsünüz, A kvadrat çıx B kvadrat deyil. A çıxılsın B-nin kvadratıdır. Oxşuyur, amma A-nın üstündə kvadrat yoxdur. Ona görə məcburam ki, elə burada kvadrat yazam ki, o A-nı ala biləm. Belədirmi? Belə. İndi baxaq. Uşaqlar, burada kök altında A-nın kvadratı yazsam. A olmur, olur. Çıxılsın B-nin kvadratı. Bölünsün. Yenə A-nın yerinə kök altında A kvadrat yazsam. A üstü 2-də 1-də bilirəm ki, kök altında A deməkdir. Vurulsun B. Düzdürmü? Oldu mu belə? İndi baxaq, ortaqları tapaq. Əvvəl sürətə başlayıb. Baxın, sürət nə oldu? A kvadrat çıx B kvadrat oldu. Amma burada A deyil. A kök altında A'dır. B B'dir, amma A kök altında A'dır. Ona görə açarkən belə tutaq. Kök altında A çıx B və kök altında A plus B. Burada da görürəm ki, kök altında A-dan 2 dənə burada var, 1 dənə burada var. Demək, biri ortaqdır. Biri ortaqdırsa çıxardıram çölə. Olur, kök altında A. Biri 2 dənə idi axı orada. Biri ortaqdır. Birini çıxartdım, biri qaldı. Burada da ortaq ilə çıxartmışam, ona görə çıxılsın B. Oxşarları görürük ki, ixtisar gedir. Yerdə nə qaldı? Kök altında A plus B bölünsün kök altında A. Yenə ayrı-ayrı məxrəcə yazırıq. Kök altında A. Kök altında A plus B bölünsün kök altında A.
Kök altında A, kök altında A'ya böləndə bilirik ki, 1 eləyir. 1 üstə B bölünsün kök altında A. B bölün 1 üstə B bölünsün kök altında A. Cavab D bəndi. Gəlin indi baxaq ikinciyə. Üçüncüyə daha doğrusu. Üçüncüyə görə nədir? Diqqətlə baxın. Əvvəlcə bir 2 dəqiqə suala. Heç nə eləmirik. Sadəcə olaraq A'ya kök altında A'nın kvadratı deyirəm. Və yaxud da A'nın üstü 2-də 1-in kvadratı deyirəm. Bilirəm ki, 2-də 1-i 2-yə vuranda A'nın üstü 1 edir. Yəni A eləyir. İkisi də olar. Keçək o biri misala baxaq. O biri misalda A çıx 1 bölünsün A çıxılsın 2 kökdə A plus 1. Uşaqlar, burada nə edirik? Sadələşdirin deyirsə, ixtisar edin deyirsə, demək ixtisar eləmək üçün nəyəsə əl atmalıyıq. Nəsə var ki, ixtisar eləməliyik. Yoxsa boş olsa heç vaxt bunu bizə verməz. Mən burada A kvadrat çıx B kvadratını yaratmaq üçün yenə A'ya kök altında A'nın kvadratı deyirəm. 1-ə də elə 1-in kvadratı deyirəm. Çünki 1-in kvadratı elə 1-dir. Yenə burada A'ya kök altında A'nın kvadratı deyirəm. Plus 2 kök altında A plus 1-in kvadratı. 1-ə də 1-in kvadratı deyirəm. İndi mən burada müxtəsər vurma düsturunu görəcəm. Uşaqlar, yuxarı A kvadrat çıx B kvadratıdır. Bəli. Kök altında A çıx 1, kök altında A plus 1. Aşağı nədir amma? Aşağıya baxın. A kvadrat plus 2AB. B'si yoxdur. Niyə görə? Çünki B'si 1-dir. 1-i vuranda elə eyni şeydir. Plus B-nin kvadratı. Demək, onda bu nəyin düsturudur uşaqlar? Baxın, diqqətlə. Kök altında A. Bax, bura üstə gəlmə yazmışam. Kitabda çıxmadı, səhv yazmışam. Bu demək, kök altında A çıx 1-in kvadratının düsturudur. Həqiqətən də gətirib açanda görəcək ki, uşaqlar, bunu açanda görəcək ki, həqiqətən də, bax, bunu alır. Kök altında A'nın kvadratı A çıxılsın 2 kök altında A plus 1. Açanda görəcəksiniz. Hə, oxşarları ixtisar aparıram. Burada yuxarıda kəsrdəki kök altında A çıx 1-lə, məxrəcdəki kök altında A çıx 1-in biri ixtisar gedir, amma biri qalır. Çünki 2 dənə də aşağıda. Cavabım qalır belə kök altında A plus 1, kök altında A minus 1. Görək, belə mi veriblər cavabı? Qoşmasına da vurub verə bilərlər, belə də verə bilərlər. Prosta əvvəlcə cavablara baxaq. Baxın, A bəndi belə verilib. Demək, A bəndi doğru cavabdır. Bu belə. Gəlin baxaq, indi görək dördüncü nədir? Gəlin baxaq dördüncüyə. Dördüncü də eynən üçüncü kimidir. Eynən üçüncü kimidir. Eynən üçüncü kimidir. Çalışın, əvvəlcə özünüz işləyin, özünüz işləyin. Ondan sonra şeyləyin. Videoya baxın. Və yaxud da birinə baxın, birini özünüz işləyin. Uşaqlar, dördüncünü yazmıram. Dördüncünü evdə özünüz yazın. Beşinciyə baxaq. Beşinci nədir? Kök altında x minus x minus y x plus y. Aha, əla sualdır. Uşaqlar, bunu bir məxrəcə də gətirib yazmaq olar. Bir məxrəcə. Amma bir məxrəcə gətirib yazmaqdan əvvəl bunları ixtisar aparın. Bunlar ixtisar gedir. Necə gedir? Bax, indi sizə göstərəcəm. Kök altında x olduğu kimi qalsın. Çıxılsın. X-a mən istənilən bir şeyə onun kök altında kvadratı deyə bilərsən. X-a kök altında x-in kvadratı deyə bilərəm. Y-ə də kök altında y-in kvadratı deyə bilərəm. Həqiqətən də elədir. Kök altında y-in kvadratı y-dir, x-in da kvadratı x-dir. X çıx y olur. Aşağıda da nədir? Aşağıda da kök altında x plus kök altında y. Uşaqlar, sürətə A kvadrat çıx B kvadratı düsturunu tətbiq eləyirəm. Görürəm ki, kök altında x-in kvadratı çıxılsın kök altında y-in kvadratıdır. A olsun kök altında x, B də olsun kök altında y. Demək, onda düsturu polunu belə yazmaq ixtiyarımız var. Həqiqətən də bunu buna vuranda x çıx y eləyir uşaqlar.
Eyni olanlar ixtisar aparaq. Apardıq mı? Bunlar ixtisar getdi artıq. Bizdə cavab nə qaldı? Baxın, diqqətlə. Kök altında x çıxılsın. Harda? Mötərəzədə. Kök altında x, çıx kök altında y. Bilirik ki, mötərəzəni açanda mənfi gəlib dəyəcək, bunu plus eləyəcək. Bunlar ixtisar gedir, cavab qalıb kök altında y. A bəndi. A bəndi yox, 5-ci yer isə y bəndi. 5-ci də y bəndi. İndi gəlin baxaq 6-cı suala. Görək 6-cı sualda nədir? 6-cı suala diqqətlə baxırıq. Görək 6-cı sualda nə var? 6-cı sualda görək. 6-cı sualda uşaqlar eynən bunun kimidir. Burada da x çıxılsın y-ə, kök altında x-in kvadratı çıxılsın, kök altında y-in kvadratı deyirik. A kvadrat çıx, b kvadrat ora tətbiq edirik. Yuxarı olur kök altında x çıx, y kök altında y vurulsun kök altında x plus kök altında y ixtisarı aparırıq. Ondan sonra qaldığımız yerdən davam edirik. Gəlin 7-ciyə baxaq. 7-cidə nədir? 7-cidə deyir ki, A müsbətdir. Müsbətdirsə, müsbət dərəcədən olduğu, cüt dərəcədən olduğu kimi çıxacaq. B də müsbətdir, C də müsbətdir. Yəni mənfi şey yoxdur. Hər biri müsbətdirsə demək olduğu kimi çıxacaq. Uşaqlar, misalıma baxın. Misalım nədir? Kök altında AB plus kök altında AC minus kök altında A bölünsün C. Kök altı hamısındadır. Bax, mən burada kök altı ancaq A-nın altında yazmışam. Kök altı ümumi kəsirin altında. Aha. Vurulsun nə? Vurulsun kök altında C bölünsün A. Uşaqlar, paylama qanunu. Hər birin vururuq, cavabımızı yazırıq. Hər birin. Bax, bunların hər birini vururam buna. Bilirik ki, vurmada bir kökün altına sala bilərik. Əgər ikisi ilə dərəcəsi eynidirsə, bir kökün altına sala bilərik. Birinci AB vurulsun C böl A. Plus kök altında AC vurulsun C böl A. Minus kök altında A böl C vurulsun C böl A. Bu vuruğu içəri gətirdim, hər birinə vurdum. İndi vurandan sonra hesablamaq qalır mənə. Hesablamaq üçün də mən görürəm ki, buradakı A-na, burada A var, burada da A var və vurmadı. Vurma olanda məxrəclə ixtisar apara bilirik. Demək, birincidə nə qaldı? BC kök altında. Burada nə qalır? Bunlar ixtisar getdiyi A-lar. Plus kök altında C-nin kvadratı minus burada da ixtisar gedir, qalır kök altında 1. Uşaqlar, baxırıq diqqətlə. Bax, elə kök altında BC-dir. Birinci elə olduğu kimi qalır, çünki BC-dən heç bir şey çıxmır. Olduğu kimi qaldı mı? İkincidə C müsbətdir. Müsbət olduğuna görə də elə kökdən olduğu kimi çıxır. Kök altında birdən də bilirəm ki, elə 1 çıxır. Baxın, görək cavabımız hansıdır? BC müsbət C plus BC çıxılsın 1. Görək cavabımız hansıdır uşaqlar? Baxın. Bilir ki, toplananların yerini dəyişində cəm dəyişmir. Onsuz C plus BC, BC plus kök altında C fərq görərək Y bəndinə baxın. Y bəndi eyni cavabdır. 2 dəqiqə.
Deməli, uşaqlar, qaldığımız yerdən davam edirik. 7-ci suala baxdıq. İndi gəlin baxaq 8-ci suala. Görək 8-ci sualda nə var? 8-ci sualda belə eləyim, daha rahat görə bilər. 8-ci sual nə deyir? Deyir ki, 8-ci sualda alaram. Demək, A da 8-ci sual 7-ci sual kimdir? 8-ci sual çalışın özünüz yazın. 9-cu suala baxaq. 9-cu sualda köşdə 3 vurulsun. Kök altında. Kök altında 3 üstə kökdə 3. 3 üstündə kökdə 3. Vurulsun. Kök altında 3. Çıxılsın kökdə 3. Fikir verirsiniz uşaqlar. Bax, bu nəyə oxşayır? Baxın buna diqqətlə. A plus B, A minus B. Bölünsün kök altında 2, onun da içində bir kök altında 3. Gəlin baxaq görək cavab nədir burada. Baxıram diqqətlə baxıram. Demək, kökdə 3 olduğu kimi saxlayıram. Kökdə 3-ə hələ ki dəymirəm. Uşaqlar, bunu bir məxrəcin, demiş ki, vurmanı eyni dərəcədə onda bir kökün altında yazmaq olar. Bunu belə yazsam, 3 üstə kökdə 3, 3 çıxılsın kökdə 3. Yazdım mı belə? Bölünsün. Bir də belə yazıram, 2 kök altında 3. Aha. Uşaqlar, bax, mən gördüm ki, yuxarıda mənə kitab böyle bir kısalaştırma verib. Nə verib? A minus B, A plus B, A minus B. Bu nə deməkdir? Kökün altını təbii ki, kökün altını itirmirik. Birincinin kvadratı çıxılsın ikincinin kvadratı. Yazdığıma belə. 2 kök altında 3 olduğu kimi qalsın. Yenə kökdə 3 olduğu kimi qalır. Bu kökdə 3'dür. Vurulsun. 9 çıxılsın. Kökdə 3'ün kvadratı bilirəm ki 3'dür. 9'dan 3'ü çıxanda nə eləyir? 9'dan 3'ü çıxanda bilirəm ki 6 eləyir. Aşağıda nədir? 2 kökdə 3. Gəlin baxaq. Kökdə 3'ü kökdə 6'ya vuranda bilirəm ki eyni dərəcədə onda bir məxrəcin altına gətirmək olur. 3'ü 6'ya vuranda 18. Yəni kökdə 18 eləyir. Və aşağıda da nə var? Aşağıda da 2 kökdə 3 var. Gəlin kökdə 18'i sadələşdirək. 18 9 vurulsun 2 demək deyilmi? Bəli, 9 vurulsun 2 deməkdir. 9 vurulsun 2 deməkdirsə, onda mən 9'dan nəsə çıxarda bilərəm ki, bəli, kökdə 9'dan 3 çıxır, 3 kökdə 2 deməkdir. Kökdə 18, 3 kökdə 2 deməkdir. Kökdə 18 bölünsün 2 kökdə 3. Cavabımızı belə almışıq. İndi gəlin nə edək? Bir də burada belə bir şey də var. Heç bunu yaddan çıxartmışam. Burada belə bir şey də var. Gəlin bunları qoşmasına həm vuraq, həm də bölək. Qoşmasına vuraq, yəni sürətlə məxrəclə qoşmasına vuraq. Görək cavabı ala biləcəyik. Demək, cavabımızı nə almışıq? Bircə dəqiqə. Cavabımızı almışıq belə bir şey. Gəlin bunları silək. 9 vurulsun 2. Kökdə 3 vurulsun 6, yəni 18. 9'dan 3 çıxdıq, oldu 18. Cavabı belə almışıq da uşaqlar. Kökdə 18, yuxarıda belə, aşağıya da əl vurmamışam. 2 kök altında 3. Belə bir şey almışıq. Gəlin məxrəci irrasionallıqdan azad edək. Həm sürəti, həm məxrəci qoşmaya vuraq, bölək. Olacaq belə demək. Bildim ki, kökdə 18, 3 kökdə 2 deməkdir. Vururam bunu bilirəm ki, qoşması ilə 2 kökdə 3'dür, yəni özüdür. Aşağıdan da vururam. 2 kökdə 3 kök altında vurulsun 2 kökdə 3 kök altında. Uşaqlar kökün biri ucu gedəcək. Ucu aşağıda nə qalacaq? 2 kökdə 3. Bəs yuxarıda nə qalacaq? Yuxarıda qalacaq kök altında
Belə vurmaq bilmirəm. Bizə sərf eləyəcək görəsən. Yox, belə vurmaq bizə sərf eləməyəcək uşaqlar. Bizə deyək, belə vurmaq bizə sərf eləməyəcək. Gəlin, gəlin. Gəlin elə bayaqçı kimi yazaq. Özümüzü çaşdırmayaq. Bayaqçı kimi yazaq. Kök altında 2. 2 kök altında 3. Bu da kökün altında. Gəlin görək cavabı nəsə alacaqmı? Uşaqlar, baxın diqqətlə. 3 vurulsun kökdəki yuxarıdadır, düzdürmü? Aşağıda nə var? Aşağıda kökdə 2, kökdə 2. Vurulsun, vurulsun. Kök altında 3 var, amma kök altında 3 ikinci dərəcədən deyil, dördüncü dərəcədən. Niyə görə? Çünki həm 2 dənə kvadrat kökün altındadır. Ona görə bax belə yaza bilərəm bunu. Bax bu kökdə 2 ilə bu kökdə 2 ixtisar getsin. Yerdə nə qalsın? Yerdə qalsın bu. 3 bölünsün. Kök altında dördüncü dərəcədən 3. Yəni 3-ün üstü 4-də 1. Uşaqlar bilirəm ki, əsaslar eyni olanda böləndə üstlər çıxılır. Bu 3-ün üstü 1 deməkdir. 3-ün üstü 1-dən 4-də 1-ə çıxanda bilirəm ki, 1-dən 4-də 1-ə çıxanda 4-də 3 qalır. Burada cavabı nə eləyir? Belə bir şeydir. 4-cü dərəcədən 3-ün kubu. Yəni 3-ün kubu da 27 deməkdir. 27 4-cü dərəcədən Y bəndi. İstəsəz lap burada, məsəl üçün, aldığımız cavab var. Bax, bunu qoşmasına vurub bölə də biləriz. Amma belə yazmaq ən düzgün yoldur. Belə yazmaq ən rahat yoldur. Uşaqlar, indi 10-cu sualda bu kimidir. 10-cu sualı çalışın, özünüz yazın. 11-ci suala baxırıq. 11-ci sualda nə deyir? Deyir ki, 11-ci sualda gəlin baxaq 11-ci suala. 11-ci sualda deyir ki, bir dəqiqə mən bunu gətirim bura, bizə mane olmasın. Hı -hı. 11-ci sualda nə deyir? 11-ci sualda bizə deyir ki, x böyüdü 1, kiçikdir 1-dən. Yəni 0 da ola bilər, amma 0-a bərabər deyil. Baxın, x 1-dən kiçikdir, amma 0-a bərabər deyil. Bu nə deməkdir? Bu deməkdir ki, x 0,5 də ola bilər, 0,7 də ola bilər, mənfi də ola bilər, müsbət 0,8 də ola bilər, amma 0 deyil. Yəni, belə ədəd aralığına baxanda, baxın, 1 buradadır, 1 deyil, 1-dən kiçikdir, 1-dən kiçikdir. Amma buradan 0-ı bir dənə çıxıblar. Bax, burada 0 ilə 1-in arasında istənilən ədəd ola bilər. 0,1, 0,100, 0,2 və yaxud da 0-dan kiçik hər hansı bir, yəni mənfi bir ədəd ola bilər. Tamam. Deyir 0-a bərabər deyil. Onsuz da 0-a bərabər deyil, ora qoymalıdır. Niyə görə? Çünki misalında məxrəcdə x var. Məxrəcdə 0 ola bilməz. Ona görə ora məcburdur ki, qoysun. Uşaqlar, nə edirik? Birinci, əvvəlcə nə edirik? Əvvəlcə burada 2 hal edə bilərik. X-in kubun kökün altına da sala bilərik burada. Kökün altına salıb da işləyə bilərik. X-in kubu kökün altına gətir. Ya da x-in kubunu gətirmədən də birinci hesablayıb sonra da kökün altına gətirə bilərik. İkisini də eləyə bilərik. Gəlin əvvəlcə birinci ortaq məxrəci gətirək. Mən bilirəm ki, 1 bölünsün x-in kvadratı çıxılsın 2x minus 1 bölünsün x-in üstü 4. Mən bilirəm ki, bunlara ortaq məxrəc demişik? Ən böyük bölünəndir, yəni əçobdur. Bilirəm ki, bunlara ortaq məxrəc x-in üstü 4-dür. Gətirirəm x-in üstü 4-ü. Burada x-in üstü 4-ü x-in kvadratına böləndə x-in kvadratı qalmırmı? Yəni, baxın, x-in üstü 4 bölünsün x-in kvadratı. 4 çıxılsın 2. 4-dən 2-yə çıxanda 2 eləmirmi? Demək, 1-i vurmalıyam x-in kvadratına. Çıxılsın 2x. Ortada çıxma olduğuna görə, ortadakı çıxma bir məxrəcə salanda içəridəki mənfiyə, müsbətə təsir eləyir. Yazdığıma belə və təbii ki, kökün altında. Kökün altında yaddan çıxarmır. Görək buradan nə alırıq? Buradan nə alırıq? X-in kvadratı çıx 2x plus 1. Və x da 1-dən kiçikdir. Uşaqlar, bu x-in kubu bölünsün. Bunları ayrı-ayrı məxrəc kök altında yaza bilərik. Bilirik ki, böləndə ayrı-ayrı eyni dərəcədəndirlərsə ayrı-ayrı kökün altında yaza bilərik.
Və bu da düsturdur. X-in kvadratı çıx x plus 1, x çıxılsın 1-in kvadratının düsturudur uşaqlar. Bax, oturun hesablayın. Həqiqətən də x çıxılsın 1-in kvadratının düsturudur. Uşaqlar, baxın indi. Mən bilirəm ki, bundan x çıx 1 çıxacaq, amma moduldur. Çünki cütlərə düzəndir. Bundan da bilirəm ki, x-in üstü 4 bölünsün 2-də uşaqlar. 4-ü 2-yə verəndə nə edir? 2 eləmir. X-in kvadratı çıxacaq. İndi baxın. Nə qaldı cavab? X-in kubu ilə x-in kvadratı xisar getdi. Qaldı belə. X modulda x çıx 1. İndi qaldı bizə modulu açmaq. Modulu açanda x nədir? 1-dən kiçikdir. X 1-dən kiçik. 1-dən kiçik istənilən bir ədəd bu. 0-ı qoymuyor çünki 0 deyil. Mənfi 3. Mənfi 3 qoyacaq görəcəm cavab mənfidir. Demək cavab mənfidirsə məcburam ki yerini dəyişəm. X vurulsun 1 çıx x. Moduldan açanda yerini dəyişməliyəm. Cavabım nədir? Nə? X çıxılsın x-in kvadratı. X çıx x-in kvadratı. Y bəndi. 12 də bunun kimidir. 12-ni də çalışın, özünüz yazın. Gəlin 13-ə baxaq. 13-ə nə? 13-də vuruqlara ayırmadır. Vuruqlara ayıracaq kökün altın. Ondan sonra bildiyimiz kimi işləyəcək. Deməli, 13-də nədir? Uşaqlar, A deyir ki, 1-dən böyükdür. 1-dən böyük hər hansı bir ədəddir. Axırda çıxardanda yerinə qoyacaq. Görək, müsbət alınırsa, olduğu kimi çıxacaq. Mənfi alınırsa, yerini dəyişilir. Çünki cüt dərəcənin altındadır. Uşaqlar, A kubu üstə A kvadrat. Minus A minus 1. Oradan A kvadrata çıxır mı? Çölə çıxır. Bax, buradan A kvadrat çıxır. 2-2 qruplaşdırır. A kvadratı çıxardırsam, çölə A plus 1 qalmır mı içəridə? Qalır. Davam edirəm. Çıxılsın. Bunu da bir mötərəziyə salsam, çıxma olduğuna görə A çıx 1 yox, A plus 1 olacaq. Niyə görə elə olduğunu bildik. Çünki burada çıxma var idi. Uşaqlar, baxın diqqətlə. Nə aldıq? Kök altında. Bax, bunun qabağında da 1 var da. Uşaqlar, heç nə yoxdursa 1-i yadınıza saxlayın. Hər ikisində A plus 1 aldıqsa, demək bunu belə yazmaq ixtiyarımız var. A plus 1, A kvadrat, çıx, nə? Heç nə yoxdursa demək 1-dir. Aha, belə yazdım mı? İndi A kvadrat çıx 1-i. A kvadrat çıx 1-in kvadratı kimi yazsam, müxtəsər vurma düsturuna görə belə yaza bilərəm. A plus 1 yerində qalır, öz yerində. A plus 1-dən işim yoxdur. A kvadrat çıx 1-i. A çıx B, A minus B kimi yazsam, A çıx 1, A plus 1 kimi yaza bilərəm. Çünki A kvadrat çıx B kvadratın düsturudur. Baxın, diqqətlə görün nə oldu. Oldu belə. 2 dənə A plus 1, baxın, 1, 2. Yəni, A plus 1-in kvadratı vurulsun A minus 1. Uşaqlar, A plus 1. A da 1-dən böyükdür. A 1-dən böyükdürsə, demək, A plus 1 olduğu kimi çıxarda bilirəm. A plus 1 vurulsun kök altında A minus 1. Görək, cavabı necə verir? Demək, neçənci sual idi? 13-cü sual. A plus 1 vurulsun A minus 1. Bəli, cavab A bəndi. Baxın, A bəndi. Bu belə. İndi gəlin 14-cü suala baxaq. 14-cü sual adi sadələşdirmədir. Kvadratla sadələşdirib, kvadratı bilirik necə tapırıq. A kvadrat çıx B kvadrat. A çıx B-nin kvadratı. Daha doğrusu A plus B-nin kvadratı. Köşdə 7 plus köşdə 2-nin kvadratı minus kök altında 56. Uşaqlar, neyinirəm? Birincini, bunu açanda birincinin kvadratı üstə 2 vurulsun, birinci vurulsun ikinci, üstə ikincinin kvadratı, çıxılsın köşdə 56-da öz misalımda var. Bərabər qoyub hesablayırım. Uşaqlar, 7-nin kvadratı, köşdə 7-nin kvadratı bilirəm ki 7-ni verir. Plus 2, 7-ni kök altına 7-ni kök altında 2-yə vuranda bilirəm ki kök altında 14 edir. Düzdürmü? Bu 2-ni də 14-ün yanına salanda, bu 2-ni 14-ün yanına salanda olacaq belə. Baxın.
2'ni 14'ün yanına 4 kimi salacağım. 4 vurulsun 14. 4'ü 14'e vuranda 56 eləyir. Demək bu nədir? 56 demək. 60 altında 56. Kökdə 2'nin kadı da 2'dir. Kök altında 56'lar getdi mi? Getdi. Qaldı məndə nə? 7 üstə 2. Cavab 9. C bəndi. 14, 15 də müxtəsər vurma düsturudur uşaqlar. 15 də elə müxtəsər vurma düsturudur. Müxtəsər vurma düsturunu yaxşı bilirsiniz. Bunları işləmək olacaq. Uşaqlar, baxın. A çıx B-yə. A çıx B. Gəlin birinci kəsirə baxaq. A çıx B bölünsün. A-nın üstü 3'də 1. Çıxılsın B-nin üstü 3'də 1. Görürsünüz, kəsirdə nə verib? 3'də 1. Demək, mən bunu kublara gətirməliyəm. A çıx B-ni kublara gətirməliyəm. Nətər kublara gətirim? Gəlin belə gətirək. A-nın üstündə 3'də 1. Onun da üstündə 3. Bu A demək deyilmi? 3'də 1 3'ə vuranda 1 eləməyib. Çıxılsın B-nin üstündə 3'də 1. Onun da üstündə 3. Yazdıq nə? Altda içində olduğu kimi yazırıq. Uşaqlar, A kubu çıx B kubu. Adi, sadəcə burada AB deyil, A-nın üstü 3'də 1'dir, B-nin üstü 3'də 1'dir. Adi qaydada necə idi? A çıx B, yəni A-nın üstü 3'də 1, çıxılsın B-nin üstü 3'də 1. İşte burada A ilə B-nin yerinə A-nın üstü 3'də 1 ilə B-nin üstü 3'də 1 yanır. Vurulsun birincinin kvadratı, yəni A-nın üstü 3'də 1, vurulsun kvadratı daha doğrusu. Plus birinci vurulsun ikinci. Plus ikincinin kvadratı. Məxrəcdə olduğu kimi qalır. Baxın, ixtisar aparıram. Eyni şeydir. Buna bu eyni şeydir. İxtisar aparıram. Mənə ancaq ikinci mötərizə qalacaq ixtisar apardığıma görə. Yəni, A-nın üstü 3'də 1'in kvadratı nədir? A-nın üstü 3'də 2 plus A-nın üstü 3'də 1, B-nin üstü 3'də 1 plus B-nin üstü 3'də 2. Demək, burada qaldı bu. Birinci mötərizədə qaldı, baxın, bu ifadə. Bunun birinci kəsirin ifadəsi oldu bu. Gəlin, baxaq ikinci kəsirin ifadəsinə görə. İkinci kəsirin ifadəsi. İkinci kəsirdə eyni şeydir, sadəcə toplamasıdır. Ortada toplamadır. Həmin şeydir, həmin proses gedir. Sadəcə olaraq ortada hər ikisində toplamadır. Burada da toplamadı, burada da toplamadı, burada da toplamadı, burada da toplamadı. Yenə açıq. Cavab belə olacaq. Demək, A-nın üstü 3'də 1 plus B-nin üstü 3'də 1 bölünsün A-nın üstü 3'də 1 plus B-nin üstü 3'də 1. Bunlar ixtisar geçəcək. Yenə yerində ikinci mötərizə qalacaq. Bu birinci mötərizə ixtisar getdiyinə görə, birinci mötərizə ilə məxrəc ixtisar getdiyinə görə yerində ikinci mötərizə qalacaq. Yəni cavab qalacaq belə. A-nın üstü 3'də 1'in kvadratı, yəni 3'də 1, 3'də 2 plus minus daha doğrusu plus da ikinci kəsirin ortasında minusdur. İkinci mötərizənin içində ortasında minusdur. Aldığıma belə birinci ilə ikincini toplayırıq. Fərqi yoxdur. Toplamadan onsuz da birinci ilə ikinci ilə birincinin yerini dəyişəndə fərqi olmur. Bax, ortada toplama olduğuma görə elə mən dalıcan da yazıram. Onların yer dəyişməsinin fərqi yoxdur. Uşaqlar, A-nın üstü 3'də 1. Oxşar ifadələri ancaq toplayıb çıxırıq. 3'də 2. Baxın, bununla bu oxşardır, amma biri müsbətdir, biri mənfidir. Demək, bunlar ixtisar gedir. A-nın üstü 3'də 2, üstə A-nın üstü 3'də 2. Oldu 2A-nın üstü 3'də 2. Biri burada, biri burada. Biri burada, biri burada. Oldu 2 B-nin üstü 3'də 2. Buradan da 2'ni ortaq vuruq kimi çıxarsam, cavab A bəndi alınacaq. Baxın, 2 hər ikisində var deyə ortaq vuruqdur. 16 da eynən bu kimidir. Gəlin, baxaq 17-də görə nədir? Eynən bu kimidir 16-da. 17-ci sual. 17-ci sualda nədir? Demək, 5-ci dərəcədən 4. 5-ci dərəcədən 4'ü belə yaza bilərəm. Yazdım.
10 da üstündə 2-də 15 yazdım mı? Bilirəm ki, belə olanda üstlər vurulur. 4-də 1-in üstündə 5-də 1, burasının 15-də 2. Uşaqlar, kəsirlərin vurmasında ancaq çarpaq ixtisar aparırıq. 1-in 1 3. Demək, aldım nə? 4-ün üstündə 2-də 3. 2-də 3. Uşaqlar, bunu gətirəm yazıram kök altında. Kök altında 4-ün kubu və ikinci dərəcənin. İkinci dərəcənin olduğuna görə dərəcə uşu yazılmış. Uşaqlar, 4-ə 4-ə. 4-ə mən deyim 2-nin kvadratı. 4 çünki həqiqətində 2-nin kvadratı. 4-ün kubun belə yaza bilərəm. 2-nin kvadratının kubu. Yazdım mı belə? Nə oldu? Oldu 2-nin üstü 6. İkinci dərəcədən. Uşaqlar, bu da bu deməkdir. 6 bölünsün 2. Dərəcə, baxın, dərəcəsi 2-dir deyə yazdım. Bu da cavab nə edir? 2-nin kubu, yəni 8. 6-nı 2-yə böləndə 2-nin kubu edir, cavab edir 8. 18 də bu kimidir, 19 da bu kimidir, 20 də bu kimidir, 21-ə baxaq. 21-də deyir ki, 2 hansı tam ədəddir? Hə, A bərabərdir. Bu olarsa hansı tam ədəddir? Maraqlı sualdır. Gəlin baxaq ki, A ümumiyyətlə nədir? A bərabərdir. Kök altında 2. 10 da içində bir dənə kök altında 2. Uşaqlar, bu demək deyilmi? Kök altında 2 vurulsun 4-cü dərəcədən kök altında 2. Düzdürmü? Bu deməkdir. Bu da bu demək olmurmu? 2-nin üstü 2-də 1 vurulsun 2-nin üstü 4-də 1. Əsaslar eyni olanda üstlər toplanır. Toplanır. 2-də 1, üstü 4-də 1. 2-də 1, üstü 4-də 1 getirmək üçün ortaq məxrəci getirməyə lazımdır. Olur 4-də. 4-ü 2-yə böləndə 2 edir. 4-də 2, üstdə 4-də 1. Bu da edir 2-nin üstü 4-də 3. İndi baxın görün. Bax burada A-nın üstü 5 var. A-nın üstü. Bu A-dır. A 2-nin üstü, 2-nin 4-cü dərəcədən kub. Tam ədədi bilirsiniz nə deməkdir? Yəni, irrasional deyil də, çıxır köşdən. Uşaqlar, bunun köşdən çıxmasından ötürü, bunun dərəcəsi 4-dür deyə, bunun üstü də 4 olmalıdır ki, və yaxud 4-ə bölünən bir ədəd olmalıdır ki, 4, 8, 16 olmalıdır ki, bu 4-də 3-ü o ədədə vuranda, bunlar ixtisar geçsin, burada qalsın 2-nin kubu, bu da olsun 8, gördünüz tam ədəd. Demək, burada C bəndi. Yəni, əgər üstü dərəcəsi 4-dürsə, üstü də 4 olmalıdır ki, tam ədədi versin bizə. Yoxsa o birilərin heç birində, bax, oturub hesablasın, o birilərin heç birinin tam ədədi olmayacaq, irrasional olacaq. Yəni, köşdən çıxmayan ədəd olacaq. 22-ni də özünüz tapa bilərsiniz. 23-ə baxaq, 23-də nə deyir? 23-də deyir ki, kəsirin ixtisar ediyorum. Kəsiri ixtisar eləmək üçün kəsiri vuruqlara ayırmaq lazımdır. Vuruqlara ayırmaq üçün də baxmaq lazımdır ki, orada nə etmək olar? X-in kvadratı çıxılsın 3-ə. Bax, görürsünüz, məxrəcdə köşdə 3 var. Buna da sırası köşdə 3-ün kvadratı deyir. Çünki köşdə 3-ün kvadratı 3-ü verir mənə. X üstə köşdə 3. Yəni, kəsiri ixtisar eləmək üçün əl üzdən gələni edir. Uşaqlar, A kvadrat çıx, B kvadratın bura tətbiq edirəm. X çıx köşdə 3, X üstə köşdə 3. Tətbiq elədim mi? Məxrəc olduğu kimi qalır. Məxrəc zaten elə belə idi. İxtisar apardım, yerə nə qaldı? X çıx köşdə 3. Y bəndi. 24 də bunun kimidir. 25-də yerinə qoyub hesablayırıq. Mənfi 13,5-i vururam 4-ə və ondan onu çıxıram. 26. 26 yap, gəlin baxaq. Görək 26 nədir? 26 maraqlı suala oxşayır. Görək 26 nədir? Gəlin baxaq bilir. 26 maraqlı suala oxşayır 26 çünki. Uşaqlar, belə bir 26 demək cahil. 4 çıx. 4 üstü kökdə 15. Vurulsun. Kök altında 8 çıxılsın 60. Kök altında. Aha, vurulsun. Ortada vurmadı. 4 çıx kökdə 15. Baxın, bu kök altında olmasaydı, mən bunu vurub yaza bilərdim. A kvadrat çıx, B kvadrat kimi. Amma gördünüz, biri kökün altındadır. Bax, görürsünüz kökün altında. Amma biri kökün altında deyil. Ona görə onları vura bilmirəm. Mən ancaq bu kökün altında olanları vura bilərəm. Gəlin bu 8 çıxılsın 60-dan nəsə çölə çıxırsın, onu çıxardıq. Görək nəsə, bəlkə nəsə çıxır. Baxın, 4 üstə kökdə 15 olduğu kimi qalsın. Ondan işim yoxdur.
Vurulsun 8 çıxılsın 60'ı belə yaza bilərik. 4 vurulsun 15 mi? 4 vur 15'dir də 60. Bilirəm ki 4'ü 15'e vuranda 60 edir. Niyə görə 4 vurulsun yazdım? Çünki bir dənə 4'dən kök çıxır. Qalan bu heç bir 60'ın vuruğundan kök çıxmır. Yəni 60 6-ya bölünür, kök çıxmır. 10'a bölünür, kök çıxmır. 2'yə bölünür, 2'yə kök çıxmır. Amma 4'dən kök çıxır. Ona görə də yazdım. Çıxılsın 4 çıx kökdə 15. Çıxılsın yox, vurulsun. Bax burada vurmadı. Böyle çaşmayaq. Uşaqlar, buradan bu 4'ü bunun qabağına 2 kimi çıxardıram. Çünki 4'dən həqiqətən də 2 çıxır. Çıxartdım mı? Bunu nə edirəm? Buradan ortaq vuruq çıxardıram çölə. 4 üstü kökdə 15-dən hələ işim yoxdur. Vurulsun. Burada ortaq vuruq çıxardıram çölə. 2 çıxır. 2 çıxardmışamsa 8'in yerinə 4 qalacaq. Kökdə 15'in də yerinə kökdə 15 qalacaq. Eyni dərəcədən olduqlarına görə bir kökün altına yaza bilərəm. Birində də, ikisində də çıxmadı. İkisində də çıxmadısa, onda axırda cavabım nə olur? 4 üstə kökdə 15 vurulsun 2 kvadratı. Uşaqlar, kvadrat olduğuna görə bu çölə çıxır. Amma 2 yerində qalır. Kökdə 2 ilə işim yoxdur. Bu çölə çıxdı mı? Oldu 4 üstə kökdə 15. Baxın, gördünüz, indi rahatlıqla çölə çıxarda bildik. Çünki kvadrat və ikinci dərəcədən. A plus B A minus B bərabərdir. A kvadrat çıx B kvadrat. Birincinin kvadratı. 4'ün kvadratı 16. Kökdə 15'in kvadratı isə 15. Vurulsun kökdə 2. 16'dan 15 çıxanda 1 qalır. 1 də kökdə 2'yə vuranda elə cavab kökdə 2 edir. C bəndi kökdə 2. Daha sonra 27'də də adi vurmadı. Əvvəlcə kəsirin içini hesablayırsınız. Burada yaxşı olar ki, baxaq ki, o da nə etmək olar? A'nın üstü 3'də, 2'də 3'dür. Bu da B'nin üstü 2'də 3'dür. Burada orta məxrəc getirib vuruqlara ayıracaq. Bu da 28'də